üçün sənət ruhun dilsiz danışığıdır. İçindəki duyğuları, düşüncələri, yaşanmışlıqları və yaşanacaq xəyalları forma və rəng vasitəsilə ifadə etməkdir. Keramika isə bu danışığın ən təbii, ən torpaqla bağlı halıdır. Çünki keramika işləyəndə əllərin birbaşa torpaqla təmasdadır. Torpaqdan yaranıb yenidən torpağa dönən bir materialla öz hekayəni yazırsan. Keramika mənim üçün sadəcə bir sənət növü deyil. O artıq mənim həyat tərzimə çevrilmişdir. Bu işin ən sevdiyim tərəfi odur ki, burada təbiət var, sadəlik var, ruh var. Çünki torpaq sənə müqavimət göstərmir. Əksinə səni dinləyir, hiss edir və formalaşır. Ona görə də keramika ilə işləyəndə özümü daha çox özüm kimi hiss edirəm. Mənim üslubumda əsas xəttlər təbiilik, qədimilik və sadəlikdir. Biofilik dizayna çox önəm verirəm. Yəni, insanla təbiət arasında vizual və duyğusal körpü qurmağa çalışıram. Çatlar, kobud səthlər, əl izləri, naxışlar, torpağın öz teksturası, bunlar mənim işlərimin ruhunu yaradır. Hazır məhsulun mükəmməl, ideal formadan çox ruhunun olmasını sevirəm. Qədim izlər, xalça naxışları, simvollar, torpaq rəngləri məni daha çox cəlb edir. Hətta bəzən işlərimin sanki tarixdən gəlmiş kimi görünməsini istəyirəm. Sanki hardasa tapılmış, köhnənin izlərini daşıyan bir parça. Məncə sənətdə insanı təsirləndirən şey texniki mükəmməllik yox, əsərin yaratdığı hissdir, hekayədir. Keramika zamana tabe olmayan bir prosesdir. Hər işin öz yolu, öz tempi var. Bəzən bir fincanı hazırlamaq günlərlə çəkir. Bəzən də bir ideya elə ani gəlir ki, hər şey bir anda yaranır. Burada həm texniki, həm də ruh halın çox önəmlidir. Çünki keramika mərhələ-mərhələ gedən işdir. Formalaşdırmaq, qurumaq, bişirmək, bəzəmək və sonra yenidən bişirmək. Hər addım səbir istəyir. Əhvalın gözəl olanda torpaq daha asan formalaşır. Sən də onu daha incə hiss edirsən. Hisslər keramika üçün çox önəmlidir. Ruh halım sakit olanda və ya çox dolanda daha da fərqli işlər ortaya çıxır. Sanki torpaq əlimdən nə çıxmaq istədiyini özü bilir. Bəzən elə iş olur ki, alınmır. Lakin keramika elə bir sahədir ki, bəzən sən nə qədər planlasan da nəticə fərqli ola bilir. Torpaq, su, od, hamısı təbiət elementləridir və onların öz qanunları var. Bəzən forma istədiyin kimi oturmur, bəzən bişirmədə çatlayır, bəzən rəng tam istədiyin kimi çıxmır. Tamamilə fərqli bir rəng nəticədə alınır. Bu proseslər mənə öyrədir ki, keramika təkcə texnika deyil, həm də iç dünyanla bağlı olan səyahətdir. Mənim ən böyük ilham qaynağım təbiətdir. Daşlar, ağac qabıqları, torpaq çatları, qədim divar izləri, xalça naxışları, mədəniyyətimizin simvolları. Hər detal məni çox təsirləndirir.
Bir də insanın özü elə özünün də ilham mənbəyidir. Onun ruhu, xatirəsi, hekayəsi, bəzən bir söz, bir musiqi, bir səssizlik belə məni keramika hazırlamağa sövq edir. Təbii rənglər, torpaq tonları, su izləri, köhnənin ruhunu daşıyan motivlər, bunların hər biri işlərimdə düşən izlərdir. Çünki inanıram ki, keramika yaddaşın formaya düşmüş halıdır. Məndə iş saatı anlayışı yoxdur. Keramika və keçə mənim üçün işdən çox yaşam tərzidir. Bəzən səhərin sakitliyində daha məhsuldar oluram. Günəş yeni çıxanda, hər şey yeni-yeni oyananda. Bəzən isə axşam saatlarında, sakitlik çökəndə, fikrim toparlananda yaradıcılıq daha güclü gəlir. Amma əsas olan odur ki, ideya və ilham gələndə ona yer ayırmalıyam. Çünki keramika, keçə, ümumiyyətlə dekorativ tətbiqi sənət gözləməyi sevmir. Onu hiss etdiyin anda hazırlamalısan, formalaşdırmalısan. Hər işin öz vaxtı var. Bəzən dərhal başlamaq istəyirəm, bəzən isə uzun-uzadı baxıram, düşünürəm, gəzindirirəm öz beynimdə və nə vaxt ki əlim torpağa gedir, o zaman bilirəm ki, artıq onu hazırlamaq zamanı gəlib. Keramika gözlənilməzliklərlə doludur. Torpaqla işləmək bəzən insanın özü ilə dialoquna çevrilir. Çox vaxt bir formaya başlayıram, müəyyən xəyal qururam, amma prosesin özü məni tamam başqa bir istiqamətə aparır. Çünki torpaq da canlıdır. O da bəzən öz yolunu seçir. Bəzən elə olur ki, düşündüyüm sadə bir qab çox fərqli, hətta heykəlsi bir formaya çevrilir. Bəzən çatlar, kobudluqlar, qeyri-mükəmməlliklər o qədər gözəl alınır ki, həmin hissəni qoruyub saxlamağa çalışıram. Bu dəyişikliklər, bu təbiətin içində yaranan gözəllik məhz keramikanın ruhudur. Mən keramika işlərimi bəzən bir meditasiya, bəzən də daxili bir rahatlıq kimi görürəm. Ona görə də nəticə əvvəlki fikrimdən fərqli olsa belə, bilirəm ki, bu da onun öz hekayəsidir və bunu qəbul edirəm. Hər şey hissdən doğur. Ən çox isə təbiətdə gördüyüm torpaqda, daşlarda, göydə olan rəngləri sevirəm. Mənim üçün rəng sakitliyin və ruhun aynasıdır. Dünyanı bir rəngdə görmək mənim üçün çətindir. Çünki həyatın özü kimi rənglər də dəyişkəndir. Amma ruhuma ən yaxın olan rəng torpaq rəngləridir. Yaşıl, ilıq, canlı torpaq. Çünki torpaq həyatın başlanğıcıdır. Onun içində hər şey var. Həm həyat, həm yaddaş, həm də enerji. Mənim üçün rənglər sadəcə dekorasiya deyil, hisslərin, enerjinin, əhvalın dilidir. Keramikada ən çox torpaq tonlarının, təbiətə yaxın rəngləri sevirəm. Bej, qəhvəyi, gil rəngi, yaşılın tonlarla qarışan çalarları, boz və mavi tonlar. Bu rənglər mənə həm sakitlik, həm də köklənmək hissi verir.
Onlar nə bağırır, nə də süni görünür. Sanki insan ruhunun təbii halı kimidir. Bəzən isə elə işlər olur ki, içimdən güclü rənglər gəlir. O zaman tünd mavi, dərin qırmızı, bənövşəyə kimi rənglərə də yer verirəm. Keramika ilə işləyəndə də sanki torpaq rəngi ilə bir növ dialoqa girirəm. O rəng məni sakitləşdirir, özümə qaytarır. Amma eyni zamanda hər insana, hər işə görə rəng dəyişir. Bəzən mənim üçün dünya mavi olur, sərbəstlik və azadlıq rəmzi kimi. Bəzən yaşıl olur, təbiət və balans kimi, bəzən isə rəngsiz, sadəcə toxunuş və hiss kimi. Bu illər ərzində həm yerli, həm də xarici sərgilərdə iştirak etmişəm. Azərbaycan daxilində fərdi sərgilərdə, tədbirlərdə, layihələrdə yer almışam. İşlərim müxtəlif insanlarla görüşüb və fərqli məkanlarda sərgilənib. Eyni zamanda Türkiyə, Gürcüstan, Litva kimi ölkələrdə beynəlxalq sərgilərə onlayn qatılmışam. İşlərimin fərqli mədəniyyətlərdə görünməsi və bəyənilməsi mənim üçün xüsusi motivasiya mənbəyidir. Bu həm özümü sınamaq, həm də keramikanın və keçənin ruhunu sərhədlərdən kənara daşımaq imkanı yaradır. Düşünürəm ki, hər bir sərgi, hər bir layihə, hər bir insanla qarşılaşma mənim sənət yolumda iz qoyub, ruhumda daha da zənginləşib. Mənim üçün keçə sadəcə bir material deyil, keçə hissdir, yaddaşdır, kökdür. Onun yumşaqlığında, təbiiliyində və doğmalığında ruhun səsi var və bu ruhu ən güclü şəkildə ifadə etdiyim iki böyük əsərim var: Simurq və Leyli Məcnun. Mənim üçün xarı bülbül sadəcə bir çiçək deyil. O Qarabağın nəfəsi, torpağın yaddaşı, köksümüzdə yaşatdığımız bir dərin hissdir. Keçədən hazırladığım xarı bülbüllər də məhz bu hisslərdən yaranıb. Çünki keçə özü çox simvolik materialdır. Yumuşaqdır, isti toxunuşludur, amma bir o qədər də dözümlüdür, tarixi qədimdir və təbiətdən gəlir. Keçə ilə işləyərkən sanki hər toxunuşumda Qarabağın torpağına toxunmuş kimi hiss edirəm. Səssiz, incə,
zərif bir bülbül forması, amma köksündə güclü bir tarix, azadlıq, qürur və ruh dayanır. Mənim keçədən hazırladığım xarı bülbüllər Qarabağın qayıdışını simvolizə edir. Unudulmayan yaddaşın kökün bir nişanəsidir. Hədiyyəlik yox, hiss edilən bir yadigardır. Onları hazırlayarkən məqsədim sadəcə bir suvenir yaratmaq yox, insanların evində, masanın üstündə, ürəyində Qarabağa aid bir iz, bir ruh buraxmaq olub. Çünki xarı bülbül bizim xalqın səssiz dua çiçəyidir. Mənim üçün ən böyük uğur sevdiyim işi yaşamaq və onu başqalarına da sevdirə bilməkdir. Keramika və keçə sahəsində qazandığım təcrübələr təkcə texniki biliklərdən ibarət deyil, həm də ruh, hiss, zamanla olan bir münasibətdir. İşlərimin insanlara hiss və enerji ötürə bilməsi, onların həyatının bir parçasına çevrilməsi mənim üçün çox dəyərlidir. Fərdi sərgilərim yaradıcılığımı daha geniş auditoriyaya təqdim etməkdə çox böyük rol oynayır. Bundan əlavə gənc sənətkarlarla təcrübələrimi bölüşmək, onlara dəstək olmaq və keramika sənətinə marağı artırmaq üçün ustad dərsləri də keçirəm. İnanıram ki, bu həm mənim üçün, həm də sənətə yeni başlayanlar üçün faydalı olacaq. Mənim üçün milli gəlinciklər sadəcə dekorativ fiqurlar deyil. Onlar bizim tariximizin, mədəniyyətimizin, qadınlarımızın gözəlliyinin və sadəliyinin keramika və parça formasında hekayəsidir. Geyimlərində Qarabağın, Şəkinin, Qazağın, Gəncənin naxışlarından, rənglərindən, ornamentlərindən istifadə etməyə çalışıram. Onların baş örtüyü, toxunuşu, üz ifadəsi belə təsadüfi deyil. Bu detallarda qədim Azərbaycan qadınının zərifliyi, qüdrəti və dəyərləri gizlidir. Mən istəyirəm ki, bu gəlinciklərə baxan insan təkcə gözəl bir fiqur görməsin. O baxanda yaddaşında nənəsinin, anasının, kənd həyətində toplaşan qadınların obrazını canlandırsın. Elə bil keçmişlə bugünü keramika vasitəsilə birləşdirməyə çalışıram. Hər gəlincik bir bölgənin, bir ruhun, bir qadının hekayəsidir. Bu layihə mənim üçün həm də milli dəyərlərimizi müasir sənət dili ilə yaşatmaq cəhdidir. Çünki inanıram ki, köklərimizi unutmadıqca daha güclüyük və bu sadə torpaq fiqurları bizi özümüzə, tariximizə bir addım daha yaxınlaşdırır.
Sənət yolumda daim inkişaf etməyi və yeni üfüqlər kəşf etməyi arzulayıram. Keramika və keçə sahəsində daha da dərin biliklər əldə etmək, müxtəlif texnikaları mənimsəmək və bunları öz işlərimdə tətbiq etmək istəyirəm. Ən böyük arzularımdan biri isə Azərbaycan keramika və keçə sənətini, ölkəmizin zəngin mədəni irsini dünyaya nümayiş etdirməkdir. Bunun üçün beynəlxalq sərgilərdə iştirak etməyi, xarici sənətkarlarla əməkdaşlıq etməyi və mədəniyyətlər arası dialoqlar təşkil etməyi arzulayıram. Mən çox istəyirdim ki, işlərim daim yaşasın, tarixə düşsün və yaddaşlarda həmişə var olsun.